Görün bizim dərslərimizdə, bizim tələbələrimizdən, siz özünüz ki, daimi dərslərimizdə olan qardaşlarımızsınız. Kimsə bizə sual verir ki, filan kəsə qulaq asaq, filan kəsə qulaq asmayaq, tohid əhlindən. Vermir qardaş. Ha? Vermir. Heç kim vermir. Çünki biz ona şərait yaratmırıq. Qardaş. Rəşad qardaş, qardaşlar soruşurlar ki, və həmişə də soruşublar ki, amma lakin ümumi cavabı var, adınla olmayıb. Bugünkü gündə hansı tələbələrə qulaq asmaq olar? Yəni bizim Azərbaycanda dəvətçi tələbələrimizə və xüsusən Abuzet qardaş soruşurlar, ona qulaq asmaq olarmı? Məsələn, Vüqar qardaşımız mərufdur, Qurban, məşhur, yəni dərsləri məşhurdur, yəni dayanmadan dərslər verir, faydalıdır. Mən məsləhət edirəm əlbəttə, qulaq asılsın, əzbərləsin, yəni insan gəlir əzbərləsin, qeyd eləsin, elə belə qulaq asmasın, həris olsun. Məsələn, bizim qardaşlarımız var, məsələn, Ubeydullah qardaşımız, indi bəlkə də bir çox qardaşlar tanımır, Ubeydullah Balaşov. Yəni, sən təsəvvür edirsən ki, bu adam gözünü açır. Vasif gedir Balaşov. Vasif Balaşov. Yəni, mən necə deyim ki, bu qardaşın dərslərinə qulaq asmaq olmaz. Bu qardaş ən çox sevilən, hörmət olunan insanlardan biridir bizim qəlbimizdə. Yəni, mən ad çəkə bilirəm rahat. Məsələn, bizim var qardaşlarımızdan Sahib. Marufdur, yox? Hə? Əsədov. Məsələn, qardaşın maşallah faydalı dərsləri var, xüsusən də firqələrlə bağlı, xüsusən ateistlərlə bağlı. Mən çağırıram insanları, qardaşlarımızı qulaq assınlar. Gözəl rəddiyələr olur, cavablar olur, tanıtdırır insanlara. Ümumiyyətlə, qardaş çalışır ki, tanıtdırsın insanlara kim kimdir. Bizim var, rayondan, Xudatdan İlqar qardaşımız var. Hə? Eyvazoğlu. Görürsən, qardaş gələndən çalışır, dəvət edir. Maşallah. Fərman qardaşımız. Hə? İsayev. Mədinədə oxuyur hal-hazırda. Doktoranturada. Yəni, dərslər verir. Mən rahat şəkildə çağırıram insanları ki. Hə? Bizim Şamaxıdan qardaşımız var, Sahib, düz Mədinədə oxumuyor. Nədir? Xasiyev. Sahib Xasiyev. Məsələn, görürsən, oxumayıb, özlərində çalışır, faydalandırır insanları. Qardaşın dərsləri var. Yəni, qardaş tanınır, yəni. Nə mənada? Salamat əqidəsindən bəhs eləmir. Salamat əqidəsindən tanınır. Vallahi, bəhs edir salamat əqidəsindən tanınan insana qulaq asasan. Məsələn, Teymur qardaşımız var. Teymur. Mədinə qutarıb. Mədinə İslam Universitetini. Teymur İmam Əlili. Qardaş çalışır, dərs versin. Oxuyur, dərs verir. Mən ad çəkə bilmirəm, rahat ad çəkə bilirəm. Teymur qardaşımıza məsləhət edirəm, qulaq asılsın. Həris olunsun. Dərslərə həris şəkildə qulaq asılsın. Bizim qardaşlarımız Kamran, bizim Kamran qardaşımız var. Bir deyirsən adları yadıma düşür. İnsan yadından çıxardır, vallahi. Ağali. Məsələn, Kamran qardaşımız bir gedək də. Kamran qardaşımız, Allah bərəkətli eləsin, düzdür, haradasa oxumayıb universitetdə. Lakin görürsən, elmə başlayandan oxumaqla yanaşı öyrənməklə verir. Yəni, elmi bölüşür. Bu, hər adam eləyir. Adam var, oxuyur, deyir, 10 ildən sonra yeniyərəm, bölüşərəm. Yəni, dəvət edərəm o elmə. Adam var, məsələn, yanaşı aparır. Kamran qardaşımız onlardan da öyrənir, bölüşür insanlar, öyrənir, dəvət edir, öyrənir, dəvət edir. Necə qardaşım, mən deyim, qulaq asmaq olmaz. Nə qədərdirlər gör. Maşallah, gözəl əxlaqından, gözəl tərbiyəsindən, gözəl elmindən, ən əsası, yenə deyirəm, salamat əqidəsindən. Kamran qardaş, Ağəli qardaşımız, Allahümə bərik, maşallah, bizim gözəl, sevilən qardaşlarımızdandır. Yəni, neçə ildir elmlə məşğul olur. Neçə ildir elmlə məşğul olur adam. Uşaqlığını, o cavanlıq deyilən bir şey var, vaxt. Adam var, məsələn, cavanlığını başqa şeyə sərf edib, deyir, mən cavanlığım getdi. Qardaş cavanlığını, uşaqlığını, o ən şirin vaxtlar olur, Adam başqa şeylərə sərf edir insanlar, elmə sərf edib, alimlərin yanında olub. Şeyx Albaninin xüsusən tələbələrinin yanında elm alıb, məşğul olub, öyrənib. Gəlməyib bura, Yordaniyada, başqa ölkədə məşğul olub. Bu nə istəyir? Bu himmə istəyir. Bu güc istəyir, müvəffəqiyyət Allahdan istəyir. Allah subhanahu wa ta'ala
müvəffəq edim insanı. Allah subhanahu və teala sabit eləsin. Və gələndən sonra da ancaq faydalı mövzularla, dərslərlə, xeyirli məsələlərlə insanlara fayda verir. Görmüsən hardasa nəsə faydasız şeylər, yersiz şeylər danışsın? Yox. Çalışır ki, hey insanlara fayda versin. Necə deyə bilərik ki, belə insanlara qulaq asmaq olmaz? Bütün hizbilər yalancıdır. Bütün hizbilər sələfdən başqa bir əqidəyə, bir mənhəcə nisbət olunanlar yalan danışanlardır.